məktəbdə elə oxuyarkən Əmircanda bir maşın qayırma zavodu var. Orada da çox gözəl, artıq profesional musiqiçilərdən ibarət ansambl var idi. Orada da oxuyurdum. Yəni mən özümü parçalamışdım müxtəlif yerlərə. Bir gün Lenin adına Mədəniyyət Sarayına, o birisi gün gedirdim mən zavoddakı ansamblə. Məktəbin də öz ansamblində məktəbdən sonra qalıb biz məşqlər eləyirdik. Sonra Ozan qrupu, biz Ozan qrupu ilə bərabər hətta Rock Panoramada da iştirak elədik. Məktəbi son zəngdən sonra birbaşa, hamı bulvarda son zəngdə, mən oradan düz düz yolla gəldim. O vaxt İncəsənət İnstitutunun düz onunla paralel İncəsənət İnstitutunun klubu var idi. Burada da Bakif Gərayzadə öz Aypara qrupu ilə məşq edirdi. Düz gəldim ora. Gəldim, dedim, salam, əleyküm, mən gəlmişəm. Sonra çox gözlənilməz bir anda mənə öz 2 mahnısını verdi. Dedi, qulaq as, mən sənə bir mahnı ifa edeyim, bunu oxuya bilərsin. Başladı çalmağa belə elə. O mahnı da Yarım Eşitsin Məni mahnısıdır. Hansı ki, o mahnı ilə mən elə birinci addım atdım böyük səhnəyə və birinci uğurumu, gözləmədiyim uğurumu qazandım. Çox yalvarırdım, çox xahiş eləyirdim. Ona ki, qoy gedim mən Bakı payızı müsabiqəsində çıxış eləyim. Bax ki, sən getdin, çıxış elədin də. Bu sənə verəcək, onsuz sən oxumayacaqsın. Başa düşürsən? Sən heç vaxt oxumayacaqsın. O zaman da Bakı payızının ajantajı aləmi götürmüşdü. Hər yerdə hazırlaşırdılar Bakı payızı müsabiqəsinə. Çox gözəl xatırlayıram o çıxışımı. Müsifləri çox həyəcanlıydım, çox. Heç səhnəni görmürdüm. Ancaq fikrim, zikrim ifamdaydı. Mən Bakı payızı müsabiqəsində bilmirdim ki, nə geyinim. Çünki geyməyə paltarım yox idi. Onda mənim sinif yoldaşım var idi və bizim qonşumuz idi. Mən getdim və səhərsi gün Bakı payızı idi. Və dedim ki, mən bilmirəm nə geyinim, heç nə yoxdur məndə geyinməyə. Və onlar onların evində olan ən kök bir bacının paltarını mənə verdilər. Mən deməli geyindiyim, o hamının bir çoxlarının yadlarında saxladığı o firuzə rəngindəki paltar, bax belə bir rəngdə paltar, həmin bizim qonşumuzun paltarıydı. Axırda belə bir an oldu. Mən nəsə belə dözə bilmədim. Bir hövsələsizlik gəldi mənə. Və mən yavaş-yavaş keçdim düz münsiflər heyəti oturub və müzakirə etdiyi otağa. Necə keçdim? Otağa yaxınlaşdım daha doğrusu. Yaxınlaşdım, dedim bir qulağımı qoyum, tutum qapıya görüm, bəlkə mən nəsə eşidərəm, gəlim xəbər verimlər uşaqlara. Gəldim. Elə haradasa bir qapı ilə, münsiflər heyəti oturan otaqla belə deyək. Mənim aramda olardı bir 7-8 metrə. Yaxınlaşanda Akif İslamzadə qapını açdı və biz üzləşdik oyla. Dedim ki, salam. Belə yanımdan ötüb keçəndə birdən döndü. Dedi ki, Aygün Kasımova, sizdə. Dedim ki, bəli, siz birinci yerə çıxdınız. Bunu söylədi mənə. Amma heç kimə deməyin. Heç kimə deməyin. Elə Akif müəllim düşən kimi mən nətər götürüldüm. Deməli, qaçdım düz səhnənin ortası ilə, düz pilləkənlərlə, düz tullandım Vaqif müəllimin qucağına ki, Vaqif müəllim, mən birinci yeri qazanmışam. Gecə yatdım, səhər oyandım ki, artıq mən ulduzam, məni hamı tanıyır. Mənim qışqırmağım, atlanmağım, nə bilim, bir-birimizi qucaqlamağımız, o anlar mənim çox gözəl yadım, çox yaxşı qarşılandım. Sonra münsiflər heyəti səhnə arxasına gələndə İrina Panarovskaya məni gördü, dedi ki, какая ты красивая, как ты красиво танцевала. Yadımdadır ki, hamının içindən məni və çıxışımı belə vurğuladı, seçdi. Məşqdə mən bunu etməmişdim, çünki mən bunu məşqdə etsəydim, bunu mənə icazə verməyəcəklər etməyə. Mən bunu etdim, aləmdəydi, bir-birinə fonoqrama kəsildi. Və mən qaldım zalın ortasında tamaşaçıların içində və mənim bu addımım və bu hərəkətim Ruslar demişkən, ya, pravdın oldu, amma alınmadı.
alınmadı və mən yığılan ballardan bildim ki, mən artıq keçmədim. Dəhşət başladı. Və mən düşdüm həyatımın ilk depressiyasına bəlkə də sənət nöqteyi nəzərdən. Mən bütün günü ağlayırdım. Hamı məni sakitləşdirdi. Mən bax belə, evdə, otaqda ağlayırdım, otaqdan çıxırdım, ağlayırdım. Salam, ağlaya-ağlaya salam verirdim. Oturdum, çörək yeyirdim, ağlaya-ağlaya. Danışırdım, ağlaya-ağlaya. Yəni ki, hamı deyirdi, ay balam, sənin 18 yaşın var, 18 yaşın təzə tamam olub. Sən hələ hər şey qarşıda. Dedim, yox, siz nə danışırsınız? Bu, hər şeyin sonudur, hər şey bitdi. İlqar məni Yurmuladan qabaq dəvət etmişdi və Yurmuladan sonra yenə də məni dəvət etdi proqramına və belə oldu. Mən dedim, əla! Necə əla? Dedim, bax belə, çox yaxşı özümü hiss edirəm belə elə. Yurmula yadımdan çıxıb mənim artıq. Və mən artıq başqa işlər görmək arzusu ilə yaşayıram indi. Həvəsliyəm. Axı siz getdiniz, yer tutmadınız. Bu cür praval oldu. Yenə də əla. Dedim, bəli, əla. Sənətə olan məhəbbətimi, mən bu, necə deyim sizə, bu enerjimi bilmirdim. Yəni, hər yerə istəyirdim. Mən hər yerdə olmaq istəyirdim. Mən həm hamı ilə işləmək istəyirdim. O zaman mən həm də Eldar Mansurovla işləyirdim, Cavanşir Quliyevlə işləyirdim, İlham Abdullayevlə işləyirdim. Qaya Dövlət Orkestrində işləyirdim. Qaya Dövlət Orkestrindən mən başqa şeylər ala bilərdim. Aypara qrupundan, Vagif Dərayzadədən mən tamam başqa şeylər ala bilərdim. Rafiq Babayevdən və onun orkestrindən mən tamam başqa şeylər. Yəni mən hər şeyi bir anda öyrənmək istəyirdim. Heç mən başa düşməmişdim nə olmuşdu. Necə başa düşmədimsə, elə də davam etdi və o cürdə anlamadığım və yaxud da elə bir anda da bir insana nə qədər işgəncə verirlər. Və bu insandırsa, onunla insan kimi rəftar etmək lazım. Və yaxud da bir hamilə qadına nə qədər zərbələr deyə bilər, həm fiziki, həm mənəvi. Ona görə mən elə bir həddə, elə bir dərəcəyə gəlib çıxmışdım ki, mən fikirləşdim ki, əgər mən necə canımı qutara bilərəm, necə bütün bu işgəncələrdən mən hansı yolla azad ola bilərəm. Mənim uşağımla bir gün çox kobud rəftar olundu, bələyindən götürülüb atıldı qırağa. Doğma bir insan tərəfindən. Yəni, atası tərəfindən. Mən dedim ki, bu qədər də olmazdı. Bu, mənə qarşı yaxşıdır, bəs uşaq, deməli bu insan üçün müqəddəs heç bir şey yox. Bir neçə gün başladım fikirləşməyə, neynim. Bir qərara gəldim ki, onda mən onu öldürüm. Mən elə gəldi ki, mənim bu addımım, mənim bu etdiyim, bəs mənə haqq qazandıracaqlar və yəni, təbii ki, mən Allah eləməsin, buna görə uşağımdan nə ayrı qalacam, nə türmədə yatacam. Mən bu cür başa düşmüşdüm. Artıq planlaşdırmışdım ki, mən gecə onu baltalayacam. Və baxırdım televizora. Amma baxıram televizora, fikrim orada deyil. Elə fikirləşirəm ki, mən necə eləyəcəm, hansı bomba eləyəcəm, o uşaq da yatsın, belə, heç də dalını fikirləşmirəm. Onu edib, çıxıb qaçacam. Baxıram televizora. Baxıram, bir də görürəm, qadın türməsindən bir reportaj gedir. Və bir qadından, məhbus qadından soruşurlar. Necə oldu ki, siz bu addımı attınız, öz həyat yoldaşınızı öldürdünüz?